Axşamınız xeyir müəllimə. Axşamınız Bir xeyir. ekrana gəlsin. Bəli, Baxaq bir bir. dəqiqə. Buyurun. Deməli, memar kimi də fəaliyyət göstərir Qriqori Qaqarin. Rus rəssamıdır Qriqori Qaqarin. Rus rəssamı Kandinski də ola bilər, hə. O deməli ikisi də Rus rəssamı həm Qriqori Qaqarindir, həm Kandinskidir. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Kandinskidir. Rəssamlıq barədə neçə kitabın müəllifi, o da yəqin ki Kandinskidir. Ya da onda da var idi, onda da. İkisi də ola bilər. Əsərlərində insanların həyat tərzini təsvir etmişdi. O Qriqori Qaqarindir. Yəqin ki, əsərləri 3 qrupa bölünmüşdü. Kandinskidir, monumental rəngkarlıqla məşğul olmuşdu Qaqarindir. Aha. Müəllimə, doğru cavab verdiyiniz də var, səhv də verdiyiniz də var. Burada ortaq cəhət ikisi də Rus rəssamıydı. Ortaq cəhətləri deyə. Hansı idi ortaq cəhətlər? Rus rəssamıydı ikisi də. Kandinski də, Qaqarin də, Rus knyazı rəssamı, o da Rus rəssamı. Sonra rəssamlıq barədə bir neçə kitabın müəllifi. Bax, bunda biraz yəqin ki Kandinskidir. Əsərlərində insanların həyat tərzini bu Qriqori Qaqarindir mənimcə. Əsərlərini 3 qrupa bölmüşdü. Kandinskidir, monumental rəngkarlıqla məşğul olmuşdu Qaqarindir. Baxın, burada 4 dənə variantı da görürsünüz. Bir dənə bu testin rahat həll etmə yolu. Deməli, bunların 2 dənə ortaq cəhətini tapırsınız. Bir dənədir ya 2 dənədir. Tapın ki, hansıdır bunların ortaq cəhəti. Necə? Bu tipli testləri mən sizə deyim ki, bu hiylə də var, bunu etməkdə. Əgər hamısını belə tam dəqiq bilmirsinizsə, məsələn, dəqiq bilirsiniz ki, ikisi də Rus rəssamıdır, düzdürmü? Bəli. İkisi də Rus rəssamıdır. Vasili və Qaqarin, bunlar ikisi də Rus rəssamıdır və baxırıq ki, ortaq cəhətlər bunların deməli, hər birində ayda burada səhv elənib, burada bir dənə texniki səhvlər olub. Bax, bunları 3 kimi hesab eləyin siz. Baxın, bunları sonra düzəldəcəm. Burada deməli, variantlarda 2-dir, bu 3 olmalıdır. Baxın, bu hissələr 3-dür. Mən bunları ikisini də 2 yazmışam. Yəni, onlara diqqət edin, bunu düzəldəcəm, texniki səhvdir bunlar. Deməli, burada 3-cü olanı göstərir 2. 2-də hamısında var. Birində 1 göstərir, birində 6, birində 3 göstərir. Baxaq görək, 6, 1 və 3 hansında var? Yəni, ikisində də varmı? Cavabı tapmaq üçün. Deməli, baxırıq, ikinci hamısında var da Rus rəssamı. 6-ya baxırıq, 6. Əsərləri 3 qrupa bölünür. Bu ikisinə də aid edilə bilərmi? Bu ikisinə də aid edilə bilərmi? Yox, edə bilməz. Bəli, bu Kandinskidir ki, əsərlər 3 qrupa bölünürdü. Hansılar idi o müəllimə? Əsərlər 3 qrupa: improvizə, impresiya, improvizə, kompozisiya. Əla. Deməli, 3 qrupa bölünürdü, bu Kandinskiyə aiddir. Deməli, biz A variant, B variantını götürmürük. Keçdik bundan. Gəlirik 1-ə. Memar kimi fəaliyyət göstərib. Hansı memar kimi fəaliyyət göstərib? Bu memar kimi Qriqori idi ki, Sioni məbədinin divar rəngkarlığını işləmişdi. Əla, bəli. Deməli, onun layihəsi əsasında idi. Bu memar kimi fəaliyyət göstərən Qriqori Qaqarin idi. Deməli, bunu da götürmürük. Bir dənə qaldı variant D. D variantı qaldı. Doğru variantımız bizim D variantıdır. Yenə də incələyək. Baxın, D variantında birincidə verir ki, Qriqoriyə aid olan 1 verilir, memar kimi fəaliyyət göstərir və 5 verilir. İnsanların əsərlərində insanların həyat tərzini təsvir etmişdir. Bəli, Qafqazdakı insanların. Əla, geyimlər, milli geyimləri və eyni zamanda monumental rəngkarlıqla məşğul olmuşdu ki, bu da Sioni məbədinin divar rəsmlərini özü çəkmişdir. Bəli, deməli bu Qriqorinə aid oldu. İkinci, 4-lə 6, hansı ki, baxın, rəssamlıq barədə bir neçə kitabın müəllifi idi o, etnografi idi. Bəli, ben onda biraz tərəddüd elədim, amma o idi, Kandinski. Etnografi idi, eyni zamanda tədqiqatçı idi, rəssamlıq barədə bir neçə kitabın müəllifi idi Kandinski və 6-cı da əsərləri 3 qrupa bölünürdü. İndi gəlirik 2 ilə 3.
2, 3 ikisi də ona aiddir. Rusiya Rəssamlıq Akademiyası müxtəlif illərdə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdu. Həm Qriqori Qaqarin, həm də baxsaz yenə də 5-ci sinifdə baxarsınız, yenə də bir də qaydarsınız. İkisi də vitse-prezidenti olmuşdu Rəssamlıq Akademiyasının müxtəlif illərdə. İkisi də rus rəssamı idi. Deməli, ortaq cəhəti rus rəssamı və Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub. D variantı. Onu bilmirdim. Müəllimə vitse-prezidenti Qaqarin olduğunu necə düzü heç birinci dəfə də elə eşitdim. Bəlkə də yadımdan Yox, çıxdı. müəllimə var orada, yenə də baxarsınız. 5-ci sinifin mövzusunda bir də qayıdın. Ümumiyyətlə, baxın, bu sizin üçün bilirsiniz nədir? Elə bil ki, bir dənə sınağa qoşuldunuz. Lap deyək ki, bir səhv elədiniz. Aha, səhvdən qorxmuruq. Səhv eləyəndə ruhdan düşmürük içinə. Sevinirik ki, Çətinləri yaxşı müəllimə. bəli, biz bir dənə bir şey öyrəndik burada.